Salam əziz uşaqlar. Mən bu günləri sizə istəyirəm ki, 4-cü sinif riyaziyyat dərsliyinin 2-ci hissəsindən, deməli, səhifə 24 və 25-də olan onluq kəsirlərin toplanması və çıxılması mövzusunu izah edeyim. Bundan öncəki videomda mən bunu qısa şəkildə çəkmişdim və demişdim ki, öz şagirdlərimə keçdikdən sonra mən artıq bu misalların cavablarını kitab üzərində sizin üçün göstərəcəm. Elə isə gəlin uşaqlar, vaxt itirmədən keçək tapşırıqları işləməyə. Və mən sizə bir məqamı çatdırmaq istəyirəm ki, burada təkrar hər halda heç birimizə ziyan olmaz. Deməli, onluq kəsirlərin hansı kəsir olduğunu bir dənə xatırlayırıq. Adi kəsirin, uşaqlar, bizim adi öyrəndiyimiz kəsirlər ki var, məsələn, 10-da 5. Bax, bu kəsirin onluq kəsir kimi yazılması bərabər olur nəyə? Qarşısında əgər tam yoxdursa, mən bura 0 yazıram. Və bu kəsir xəttinin əvəzində, burada onu əvəz eləyir vergül. 0 tam 10-da 5. 10-da 5 deyəndə uşaqlar, mən görürəm ki, bu 0, yəni onun cəmi bir dənə 0 var. Mən uşaqlara bu cür başa salıram ki, onların yanında daha rahat qalsın. Onun sonunda bir dənə 0 olduğuna görə mən bura bir dənə 5-in özünü yazıram. Və oxunur 0 tam 10-da 5. Əgər mən burada, məsələn, olsaydı mənim kəsirim 100-5 və mən yenə yazacaqdım, görəcəkdim tamım yoxdur. Yenə 0 yazacaqdım. Kəsir xəttini vergül əvəz eləyəcəkdi. 100-5-də uşaqlar görürsünüz ki, 100-ün sonunda 2 dənə 0 var. Yəni sıfırların sayına uyğun deyirəm ki, bu sizin yadınızda belə qalsın. Sonra inşallah ki, siz əliniz, gözünüz alışandan sonra artıq o sıfırlara baxmağa ehtiyac olmayacaq. Deməli, burada 10-da 1 0 idi və 5-in özünü yazdım. Amma burada nədir? 2 dənə 0 var. Mən 5-i yazsam bura əgər belə. Bu elə yenə eyni, bunun heç bir fərqi olmayacaq. Bu da 10-da 5, bu da 10-da 5. Belə olmaz. Buraya, bax, bunu əvəzləmək üçün, 2 0 əvəzləmək üçün 5-in biri var, qarşısında 1 0 atıram. Yadda saxlayın uşaqlar. Mən burada 2 dənə 0-ın yerinə, bax, bu cür formada yazıram və bu adlanır 100-5. Mən bu 0-ı 5-dən sonraya artıra bilmərəm. Mütləq ki, vergül özündən əvvəl artırmalıyam ki, 100-5 olsun. Əgər mənə belə bir kəsir vermiş olsaydı, məsələn, 25 və burada yenə mənim tamım yoxdur, mən nə edəcəkdim? 0 yazacaqdım, 0 tam. Burada 2 dənə 0-dır, burada 2 dənə də rəqəmim var. Artıq mənim üçün 0-a ehtiyac yoxdur. Çünki sıfırların sayını ödəyən ədədimin rəqəmləri var. 2-2. Yazacaqdım 0 tam 25. Yaxşı, bəs bunun əgər tamı olsa, yəni qarışıq ədəd şəklində olsa, bu zaman necə yazacağım? İstənilən bir tam yazırıq. Məsələn, 2 tam 40. İndi isə uşaqlar, bu nəyə bərabər olacaq? Bunun nəyi var? Tamı var. Ona görə də qarşısına 2 tam yazıram. 40-dakı gördüyünüz kimi 2 rəqəmlidir və mən bura 0 yazmağa ehtiyac yoxdur. Başdan buradan giriş verdim. Uşaqlar, onluq kəsirlərin nə olduğunu bilirik və müqayisənin də bundan öncəki videomda mən onluq kəsirlərin müqayisəsini sizin üçün çəkmişdim ki, nə etmək lazımdır? Tamlar olduğu kimi, əgər tamın hansı böyüdürsə, təbii ki, həmin onluq kəsir böyük idi. Yox, əgər tamlarım eyni olardısa, mən fikir verəcəkdim nəyə? 10-da 1-lərə. Yox, əgər 10-da 1-lərim də bərabər olsaydı, mən 100-də 1-lərə keçib müqayisə edəcəkdim. Toplanması və çıxılması mövzusunda isə uşaqlar, burada sanki adi bizim mərtəbə qiymətlərimizin tərsi formasında göstərilir. Məsələn, burada bir nümunə kimi yazın. Burada mən bundan əvvəl izahını vermişdim. Amma burada vermişəm elə. Məsələn, 123 ədədində uşaqlar, necə deyirik biz? Tamsız da adi bildiyimiz ədəddə 123. Təklik, onluq, yüzlük, düzdürmü? Çünki bu özü bir tam ədəddir. Amma yox, əgər burada bizim üçün tam hissə ilə onluq kəsir verirsə, bu zaman təkliklər, yəni buradan mən belə deyirəm ki, belə yadda saxlayın. Tam hissə, yəni təkliklər mərtəbəsi 10-da 1-lər və 100-də 1-lər. Sanki bunun tərsi kimi gedir. Və biz toplamanı işləyən zamanda eyni ilə, baxın, bu qaydada işləyəcəyik. Məsələn, mənə verə bilər ki, burada 2 tam 141, üstə gəl, 3 tam, məsələn, 2 tam 141-in üstünə gələ bilər, 3 tam 10-da 6. %16, üzr istəyirəm, 3 tam %16. Və bu zaman mən nə edəcəm? Sanki adi qaydada 3 rəqəmi ədədləri toplayırammış kimi. 1 üstünə 6, 7, 4-ün üstünə 1, 5, 3-ün üstünə 2, 5 və burada da vergülümü qoyacam, üstəm %57. Və yaxud da mənə belə bir toplama verər. Bunların izahını verirəm ki, uşaqlar, sonra misalların üzərində dayanmayaq. Tez-tez hesablayıb keçək. Məsələn, mənə verə bilər burada 1 tam %19, üstə gəl, 2 tam %21. Və mən bu zaman adi qaydada toplayacağım və hansı ki toplamanın qanunu var idi. Əgər ona tamamlanırdısa, biz o zaman deyirdik ki, bir yadda. Burada da eyni qayda. Sadəcə olaraq
vergülə fikir veririk ki, tama aid ola bilər. İndi tama aid də 1 yazacağam. Bax, 9-un üstünə 1, 10. 0 yazıram 1 yadda. 1 üstünə 2, 3. Bir də bu yadda var. Bax, bu ötürmüşdü buna. Oldu neçə? 4. Adi qaydada. Bu da 3. Oldu 3 tam %40 və yaxud da 3 tam onda 4. Mən demişdim ki, istənilən zaman müqayisələ toplamada özümüzdən istədiyimiz qədər 0 artıra bilərik. Və yaxud da burada belə bir onluq kəsri ola bilər. Məsələn, 1 tam %56 üstə gəlir 0 tam, başqa cür verək, 0 tam onda 8. Baxın, tamamilə biri həm tamı var, həm yüzdə birlərləndir. Birinin isə həm tamı yoxdur, həm də onda birlərdir. Gəlin bunları toplayaq. Biz həmişə necə deyirdik? Bərabər eləmək üçün həm toplayanda, həm müqayisə eləyəndə vergüldən sonraki rəqəmlərin sayını, yəni vergüldən sağdakı rəqəmlərin sayı bərabər olmalıdır. Vergülün sol tərəfinə, yəni bu tam hissələrdən bizim heç bir işimiz yoxdur. İşimiz ancaq vergülün sağ tərəfinədir ki, onu bərabərləşdirək. Mənim şagirdlərim deyir ki, müəllimə, bura 0 yazmağa ehtiyac yoxdur. Biz onsuz da bilirik ki, 6-ın 6 boşdursa düşəcək aşağı. Mən isə ora deyirəm ki, uşaqlar, bəzən ola bilər ki, elə bir şərt çıxar ki, qarşımıza biz bura 0 yazmamış olsaq, bizim həm misalımız səhv alınır, həm də istədiyimiz, bizə lazım olan misalın cavabını doğru bildiyimiz halda yanlış ala bilərik. Ona görə də burada əgər 2 dənə rəqəm varsa, bu rəqəmlərin də sayını 2-yə bərabər edirik, istədiyimiz qədər 0 artıra bilərik. Və daha sonra asanlıqla toplamımızı keçə bilərik. 6-nın üstünə 0 gələndə yazdım bura 6. 8-in üstünə 5-in üstünə 8 gələndə neçə eləyəcək? Olacaq 13. 3 yazacağım uşaqlar. O bir yaddan keçəcək mənim tamıma. Bir tamım var idi. 0-la toplayanda 1 eləyəcəkdi. Və burada da axı mən bir onluğum artıq bir tama ötürülmüş oldu. Yəni tam hissə 10 əmələ gətirdi. Ona görə də 2 tam %36 kimi qeyd eləyəcəm. Elə bilirəm ki, burada artıq qaranlıq bir məqam qalmadı və mən başlayıram misallar işləməyə. Bunun izahını vermişdim. Adi kəsir kimi məxrəci bərabər olan kəsirlərin yalnız surətlərini toplamışdı və onu da onluq kəsirə çevirmişdik. Və burada uşaqlar öyrənmək hissəsi var. Mən bunu az öncə sizə izah elədim ki, istədiyimiz qədər 0 artırmaqla rəqəmləri bərabərləşdirib toplama və çıxma əməllərimizi yerinə yetirəcəyik. İndi isə biz nə edəcəyik? Başlayacaq bələdçi tapşırığına. Bələdçi də bizə nə deyir? Alt-alta toplamaqla cəmi tapın. Və mən də izah vermək istəmirəm. Niyə? Çünki vaxt gedir. Çünki öncədən izahımı verdim. Və indi toplayıram. 1-in üstünə 5, 6, 4-ün üstünə 1, 5. Bu vergülümü də qoydum. 5 tam onda 6. 6, 3-ün üstünə 6, 9. Bu da 2. 2 tam onda 9. Burada görürsünüz, bax 0 əlavə edirəm. 5 düşür. Aşağı 6, bu da 6. 6 tam %65 qeyd edirəm. Bura baxıram. Bu 6, bu 2, bu da 0 tam. 0 tam %26. 4, 3, 5. 5 tam %34. 5-in altına 0 qoyuram çaşdırmamaq üçün. 5, 9, 0. 0 tam %95. 9, 1, bu da 4. 2-in altına 0 yazıram. 2, 4, 4. 4 tam %42. Bura 0 yazıram. Uşaqlar 5 tamı toplayanda çaşdırmaq lazım deyil. Tam tamın altında yazılır və toplayanda da bunu tamın altında qeyd edirik. O 7 tam onda 4. Bunun altına 0 yazıram. 1 düşdü aşağı. Bu 8, bu da 1 tam %81. Eyni qayda ilə 8 düşdü aşağı. 7-dən də üstə 4 gələndə 11 tam. Tam hissəm oldu neçə? 11. 5 düşdü aşağı. 8, bu da 3. 3 tam %85. Bura 0 əlavə edirəm. 2, 4, 4. 4 tam %42. 9, 9, 7. 7 tam %99. İndi nəyə baxırıq? Burada bizə nə deyir? Deyir, alt-alta yazmaqla cəmi tapın. Deməli, bu zaman biz nə edəcəyik? Bu verilən misalları, məsələn, bir nümunəni burada sizin üçün qeyd edeyim mən. 2 tam onda 4-ün üzərinə gəlir nə? 0 tam onda 4. Siz mənim videonun əvvəlinə diqqətlə dinləmiş olsanız, bu tapşırıqları asanlıqla işləyə biləcəksiniz. Mən bunların hərəsindən bir neçə nümunə ilə, çünki bunu deyir alt-alta yazmaqla göstər. Mən bunların hamısını kitabın üstə yaza bilməyəcəm. 4 üstünə 4, 8, 2 tam da 2 tam onda 8. Yəni, biraz fərqli olanlarına baxaq. Məsələn, burada nə var? Aha, bu ola bilər. Gəlin, bunu da yazaq. Bu düşür, yoxsa düşmür? Hansıydı bu, baxaq. 2 tam %15. Üstə gəl neçə? 5 tam. 5 tamı mən burada çox yaza bilmərəm. Yalnız və yalnız tam hissənin altında yazacağım və xəttimi çəkəcəm. 15-in altına mən 2 dənə 0 əlavə edirəm. 15 olduğu kimi düşür. Aşağı vergül qoyuram. 7 tam %15 alınır. İndi buna baxaq. 10 tam %5. Üstə gəl neçə? 3 tam %1. Gördüyünüz kimi mən 3-ü 1-in altına yox, 0-ın altına yazdım. Uşaqlar, bu qayda bizim əvvəldən bildiyimizdir. Yəni, bu yeni deyil ki, biz bunu başa salaq. 3-ü mən 1-in altına yaza bilmirəm. Çünki 3 vergüldən bu tərəfdə, yəni tam hissələrdir. Vergüldən bu isə %1-lər və onda birlərdir. Mən də təkliyin altında yazdım və toplayıram. 6, bu 0, virgül, 3, bu da 1. 13 tam %6 almış oldum. Gəlin, indi bu bir misala baxaq.
Burada bizə nə deyir? Deyir, adi kəsirləri onluq kəsir şəklində yazın və cəmi tapın. Məsələn, burada mən necə yaza bilərəm? Birini götürək uşaqlar burada. Gəlin baxaq. Məsələn, burada birini götürək. %5 ilə 1 tam %23. Nə edəcəm? Deməli, %5 bərabərdir uşaqlar. Bayaq bunu izahını vermişdim. %5 bərabər nəyə? 0 tam %5-ə, düzdürmü? Bunu çevirdim, onluq kəsirə çevirdim. İndi isə mənə deyir ki, 1 tam %23-ə topla. 1 tam %23 yazıram və toplayıram. Bu da toplama işarəsi qoyuram. 8, bu 2, bu da 1 tam. 1 tam %28 olur. Və yaxud da 10-da 3 verib mənə. Baxın, bu ikinci misal deyirəm. 10-da 3 bərabərdir nəyə? 0 tam 10-da 3-ə, düzdürmü? Və mən bunu toplayıram. Nə ilə? 2 tam %5-ə. Uşaqlar, diqqətli olun. Biri 10-da 3-dür, biri isə %5-dir. Və mən bunları mütləq ki, bu ardıcılıqla yazmalıyam. Tamamlamaq üçün bura 0 əlavə eləməliyəm ki, vergüldən sağdakı rəqəmlərin sayı bərabər olsun. Və daha sonra toplayacağam. Bəzi yoldaşlarımız 5-i 3-ün altında yazıb, misal tamamilə səhv ala bilərlər. Ona görə diqqətli oluruq. 5, 3, bu da 2. 2 tam %35 alınır. Elə bilirəm, bu da sizin üçün asan oldu. İndi isə keçək onluq kəsirlərin çıxılması qaydasına. Əslində uşaqlar, bu qayda elə mənim bayaq izah elədiyim qaydadır. Onluq kəsirlərin çıxılması da eyni ilə toplandığı qayda ilə birdir. Necə ki, adi qaydada toplayırdıq, eyni ilə də həmin qaydada çıxacaq. Gəlin diqqətli olaq. Başlayaq elə misal 1-dən. Bəzilərini kitabın üzərində, bəzilərini isə burada. Misal 1-də bizə nə deyir? Üzr istəyirəm. Misal 3-də bizə nə deyir? Baxın uşaqlar, burada da yenə də vergüllərlə sayı bərabər eləyir və sonra isə çıxma qaydası ilə necə digər 3 rəqəmli, 4 rəqəmli ədədləri çıxırıqsa, bunu da o qayda ilə çıxırıq. Gəlin baxaq. 6-dan 5 çıxır. Neçə qalır? 1. 3-dən 1 çıxır, 2 qalır və vergülü də qoyuram 2 tam onda 1. 7-dən 2 çıxıram, 5. 2-dən 0 çıxıram, 2. 2 tam onda 5. Burada 6-na 0 artırıb əlavəmi eləyirəm. 6-dan 0 çıxıram, 6. 7-dən 5 çıxıram, 2. 0 tamlardakı 0-dan da 0 çıxanda onsuz 0-dır. 0 tam %26. İndi bura baxıram. Bura bir 0 əlavə edirəm. Çünki burada vergüldən sağda 2 rəqəm, burada 1 rəqəmdir. İndi 1-dən 0 çıxıram, 1. 9-dan 3 çıxıram, 6. Vergül qoyuram. 7-dən 3 çıxıram, bu da 4. 4 tam %61. İndi bu 8-dən 7 çıxıram, 1. 5-dən 2 çıxıram, 3. 3 tam onda 1. Daha sonra 6-dan 5 çıxıram, 1. 3-dən 0 çıxıram, 3. 4-dən də 1 çıxıram, 3. Olur neçə? 3 tam %31. Vergülü də düzgün qoymaq lazımdır. Burada bir 0 əlavə eləyirəm. 6-dan 0 çıxıram, 6. 2-dən 2 çıxıram, 0. Vergülümü qoyuram. 6-dan 1 çıxıram, 5. 5 tam %6. 4-dən 3 çıxıram, 1. 8-dən 0 çıxıram, 8. 8 tam onda 1. İndi baxın. Tamdan 2 rəqəmdən 1 rəqəmini çıxır. Sanki 4 rəqəmindən 3 rəqəmini çıxır. Biz belə fərz eləyək. 6-dan 2 çıxırıq, 4. 1-dən 1 çıxırıq, 0. Vergülümüzü qoyuruq. 0-dan 5 çıxa bilmirik. 10-dan 5 çıxanda 5. 5 tam %4 qalır. İndi bayaqki toplama qaydasını burada da yenə eyni bir şey istəyir bizdən. Deyir ki, alt-alta yazmaqla fərqi tapın. Və bunu da uşaqlar bu qayda ilə yazacaq. Məsələn, 2 tam onda 4 çıx, 0 tam onda 4. Neçə eləyəcək uşaqlar? Təbii ki, 4-dən 4 çıxanda 0, 2-dən 0 çıxanda 2. Bu artıq 2 tam onda 0 demirik. Elə bu olur nə? 2 tamın özü. Onda birləri çıxır və 2 tamın özü qalır. Və yaxud da burada başqa birini götürək. Məsələn, o %1-dən onda birini çıxaq. 3 tam %25-dən çıxaq nəyi? Baxın, bu ikinci misal yazıram. 0 tam onda 1. Bir harda yazılır? Burada. Və mən bura bir sonuna bir 0 əlavə edirəm. Təbii ki, bunun biri burada yazıb qarşısına 0 eləmək kimi bir ixtiyarım, bir qaydam yoxdur. Qayda ancaq sonuna artırmadır. 5-dən 0 çıxıram, 5. 2-dən 1 çıxıram, 1. 3-dən 0 çıxıram, 3. 3 tam %15. Gəlin davam eləyək. Burada bir dənə də. İndi baxaq, onda 1-dən %1-i çıxa bilirikmi? Bax, burada eləsi. Tamdan tamın çıxılması var. Gəlin bunda yazam. 3 tam onda 5, çıx 2 tam. Görürsünüz ki, burada onda bir hissəsi yoxdur. Bir 0 əlavə edirəm ki, onda onluq kəsirə bərabər eləyib rahatlıqla çıxıram. 5-dən 0 çıxıram, 5. 3-dən də 2 çıxıram, 1. 1 tam onda 5 alıram. Burada nə var? Bu da maraqlı. Gəlin bunu da yazaq. 16 tam %4-dən sadəcə olaraq 6 tamın çıxır. Gördünüz, altını harda yazdım? 6-nın altında. Və vergül qoyuram. Bura 2 dənə sıfırımı əlavə eləyirəm ki, mən davam eləyim. 4-dən 0 çıxıram, 4. Bu sıfırlar olduğu kimi qalır yerində %4. Vergülümü qoyuram. 6-dan 6 çıxıram, 0. Bir də düşdü aşağı. 10 tam
%4 alıram. Sonra burada bizə nə deyir? Deyir ki, hesablayın, sonra isə müqayisə eləyin. Deməli, hesabladıqdan sonra müqayisəmizi aparacaq. Əvvəlcə hesablayırıq. Deməli, bu 5,7-dir, düzdürmü? Bu tərəf isə, yəni bax bu hissə 3,34-ün üzərinə gəlib 2,4. Bura bir 0 da əlavə edirik ki, hesablamamızı işləyə bilək. Gəl hesablayaq. Çıxmadı, toplama. 4 üstünə 0 gələndə 4, 3 üstünə 4, 7, 3 üstünə 2, 5, 5,74. Bu 5,7, bu isə 5,74. Sizcə hansı böyük olar uşaqlar? 5,7-ni biz nə demişdik? Müqayisə də eləsək və ya toplasaq da biz bərabərləşdiririk. Deməli, bu 5,74, bura olduğu üçün kvadrat işarəsi qoyaq. Bura isə 5,7. Və biz nə demişdik? Demişdik ki, vergüldən sağ tərəfdəki hissələr bərabərləşməlidir. Burada 2 rəqəmdir, burada 1 rəqəm. Onsuz bu rəqəmi qoymasaq da biz bunu müqayisə edə bilirik. Amma yenə də bu oldu 5,70, bu 5,70-dir. Təbii ki, bu hissə, toplanan hissə böyükdür. Müqayisə işarəmizdə bax belə qoyuruq. Digərinə baxırıq. Burada nə deyir bizə? Burada isə bizə deyir ki, 4,8 çıx 0,4. Və mən burada toplamamı yazıram. 4,8 çıx 0,4. Bura 4, bura 4. 4,4. Bu yüzdə isə neçə alıb? 0,4. Burada toplamadı. Üstə gəl 3,2. Xətt çəkirəm. 6-nın üstünə 2, 8. 0 üstünə 3, 3,8 yoxsa 4,4. Təbii ki, 4,4. Bax, digər misallarda bu qayda ilə hesablanır. Gəlin keçək məsələyə. Məsələdə bizə nə deyir? Deyir ki, qədim Misirin Xeops piramidasının indiki hündürlüyü indiki bu qədər metrdir. Bu, Xefren piramidasından bu qədər hündürdür. Deməli, Xefren bundan bu qədər azdır. Çıxılmalıdır ki, cavab tapıla bilsin. 138 tam %75-dən nəyə çıxacam uşaqlar? 2 tam, gördünüz ki, harada yazdım? Təklik onluq, yüzlük təkliyin altında yazdım. 2 tam %35-i çıxacam. Bax, bu cür çıxılacaq. 5-dən 5 çıxacam 0, 7-dən 3, 4, vergülümü qoydum. 8-dən 2 çıxanda 6, bu 3, bu da 1. Deməli, uşaqlar, Xefren piramidasının hündürlüyü 136 tam %40 metrdir. İndi isə baxırıq nəyə? Məsələ 7-yə. Görək, məsələ 7-də bizə nə deyir? Deyir ki, qaçaraq 3 addıma tullanma, 3 təkanla uzunluğa tullanma adlanır. Deməli, burada bizə cədvəl də verib. Deyir, bu yarışın nəticəsi hər təkandakı məsafələrin cəmi kimi tapılır. Cədvəldə uşaqların 3 təkanla uzunluğa tullanma yarışı nəticələri verilir. Birinci, ikinci və üçüncü yerləri kim tutdu? Deməli, burada uşaqların adlarını verib və birinci təkanda, ikinci təkanda, üçüncü təkanda neçə metr tullanıblarsa, onları bizə verir. Və biz də nə etməliyik? O uşaqların hər birinin 3 təkanda cəmi neçə metr tullandığını tapmalıyıq. Yazdım bura məsələ 7. Elə başdan başlayıram kimlə? Samirlə. Yazdım bura Samir. 2 nöqtə. 2,1 yazdım. 2,1. Üstə gəl 1 tam %56. O da üstə gəl 2 tam %32. İndi gəlin bura bir dənə də 0 əlavə eləyək ki, biz neyək? Bunu toplayaq Samiri. Bu 8, bu 9, bu da 4, 5. 5 tam %98 metr kim tullanıb? 3 təkanda Samir. Bu Samir. Yazaq bura Səbinə. 2 nöqtə. Səbinə 2 tamı var. 2 tam %34. Sonra 2 tam %12 metr tullanıb. Gəlin toplayaq. Bura 2-dən 0 artıraq ki, qaydaya uyğun olaraq. 6, 4, bu da 5. 5 tam %46 metrdə kim qaçıb? Səbinə. Bunu da belə alaq ki, çaşmayaq. Sonra kimdir? Lalə. Yazdıq bura Laləni. 2 tam %5. 1 tam %42. Sonra isə neçədir? 2,5. 2,5 yazırıq və bura bir 0 artırırıq. Toplayırıq. 7, 9, burada isə yenə 5. 5 tam %97 metrdə Lalə qaçıb. Tullanıb, üzr istəyirəm. Sonra yazırıq Elxan. 2,1, üstə gəl. 1 tam %45, sonra 2 tam. Bu sıfırlarımızı əlavəmizi eləyirik və toplayırıq. 5, 5, bu da 5. 5 tam %55 metr Elxan tullanıb. Sonra qaldı kim? Bir dənə anar. Gəl anar da hesablayaq. Anar nə qədər? 2 tam %12 birinci təkanda tullanıb. İkinci təkanda 1 tam %52. Üçüncü təkanda 2 tam 3. Sıfırımı da əlavə elədim. Bərabərləşdirim və toplayıram. 4, 8, 9. Burada isə 5.
5,94. Gəlin baxaq. İndi burada 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Bütün uşaqların hər 3 stəkanı tullandıqlarını topladıq. Bax, belə formada. İndi ən böyük onluq kəsir hansı oldu? 5,98-dən Samir birinci yer. Bizə axırda sonda nə deyir məsələ? Deyir ki, birinci, ikinci və üçüncü yerləri kim tutdu? Birinci yer Samirdir. Sonra baxaq, %90-la kim var? 5,97 Lalədir. Deməli, Lalə ikinci yerdir. Sonra 90-la var, 94. Anar da sən demə, üçüncü yerə çıxıbmış. Deməli, burada birinci yer Samir, ikinci yer Lalə, üçüncü yer isə Anar oldu. Qalan yoldaşlar isə Elxan 5,55-dir, Səbinə 5,46-dır. Bunlar isə tamamilə heç 90-a yaxınlaşmayıblar da. İş dəftəri onluq kəsirlərin toplanması və çıxılması videosunda görüşənədək uşaqlar. Hələlik.